markanın tanınırlığı, brand awareness. İnsan tanımadığı markaya niyə pul xərcləsin ki? Və yaxud ümumiyyətlə xərcləyirmi? Satışın, imicin, loyallığın hamısının başlanğıcı tanınmaqdır, ya yaxud tanınırlıqdır. Çünki insan səni tanımırsa, səninlə bağlı başqa digər emosiyalar və hisslər, fikirlərə başlaya bilməz və yaxud sənə güvənmir və yaxud güvənə bilməz. Çünki hələ tanımır səni, tanıyıb səndən bağlı bir fikrə qapılmayıb və yekun olaraq bu nə deməkdir? Yəni səni istehlak etmir, səni almır və yaxud səni istifadə etmir. Ona görə brand awareness, yəni məhsul və yaxud brend və yaxud marka tanınırlığı sadəcə insanların sənin adını eşitməyi deyil, markanı tanınması, xatırlaması və doğru kontekstlə əlaqələndirməsidir. Əksər şirkətlər birbaşa satışa fokuslanır. Amma satışa aparan qapının tanınırlıqdan keçilməsini unudur və yaxud bunu diqqətə almır. İstehlakçı markanın ilk dəfə görür, adını eşidir, mesajını duyur və beynində bir qığılcım yaradır. Amma bunu hardasa görmüşdüm. Bunu biz dəfələrlə yaşamışıq. Hansısa marketdə, hər hansı bir yerdə, sosial mediada, nə isə hansısa markanı görəndə sıraz belə, bunu mən hardasa görmüşdüm. Bu ilk qığılcımdır. O qığılcım var, ilk qığılcım. İlk mərhələnin, yəni tanınırlığın başlanğıcıdır. Bu mərhələdə olmadan həmişə reklamlar boşa gedəcək, mesajlar nəticə gətirməyəcək, kampaniyalar isə sadəcə boş səs-küyə çevriləcək. Brand awareness araşdırması şirkətə iki şey göstərir. Birincisi, insanlar səni tanıyırmı? Tanıyırsa, haradan tanıyır? Və yaxud adını xatırlayır, amma nə ilə assosiasiya edir? Və yaxud ümumiyyətlə adını xatırlayır, amma nə iş gördüyünü bilmir. Və mən əlavə eləyərdim ki, üçüncü bir faktor isə rəqiblər arasında biz neçənci yerdəyik? Yəni, misal üçün, mənim olduğum sektorda, mənim ən güclü rəqibim tanınırlıqda məndən öndədirsə, mənim adım çəkiləndə və yaxud mənim sektorumla bağlı sual veriləndə mənim rəqibimin adı məndən öncə çəkilirsə, təbii ki, mən onu satışda keçə bilmərəm. Çünki insanlar su deyəndə ağlına ilk gələn markanı gedib alacaqlar. Üçüncü və yaxud dördüncü dediyini almayacaq. Ona görə də düzgün tanınırlıq, düzgün tanınma səviyyəsi markanın insan zehninə yerləşməsidir və satışın da əsas açarıdır. Bugün yadda qalmaq istəyiriksə və yaxud daha çox satmaq istəyiriksə, biz markamızı insanlara tanıtmalıyıq. Və bunun üçün isə biz ilk öncə markamızın tanınırlığını ölçməliyik və hansı yerdə olduğumuzu anlamalıyıq ki, hədəfimizi ona görə təyin edək. Və bunun yolu isə marka tanınırlıq araşdırmasıdır. Yenə qeyd etmək istəyirəm ki, bu və bunun kimi bir çox araşdırma növünü öyrənmək istəyirsinizsə, Peşəkar Marketinq Akademiyasına yazıla bilərsiniz. Qeydiyyat davam eləyir. Hələ də yerlərimiz var. Tələsin, qeydiyyata yazılın, konsultasiya alın və daha çox məlumatı biz sizinlə bölüşək. Hələlik.